Biz Ramazan ayından vidalaşırıq. Salamat qal ey Allahın ən böyük ayı. Salamat qal. Sabah bu məscidin divarları ağlayacaq sizlər üçün, darıxacaq. Vallahi hədislərdə var ki, yer, göy möminlər üçün darıxır. Salamat qal ey Ramazan ayının gündəlik duaları. Salamat qal. Ya Əliyyu, ya Azim, ya Qəfuru, ya Rahim. Salamat qalın ey Qədr gecələri. Bikə ya Allah, bikə ya Allah. İlahi bi Əliyyin, bi Əliyyin, bi Əli. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal ey Coşan Kəbir duası. Subhanəkə ya la ilahə illa ənd. Əl-Qaus, Əl-Qaus. Xəllisna minən nar. Ya Rəbb. Sən bizi tərk eləyib gedirsən. Ay mübarək Ramazan ay, səndən üzr istəyirəm. Səndə elədiyim ibadətlərə, elədiyim hörmətsizliyə görə. Səndən bir xahişim var, qiyamət günü Allahla görüşəndə məndən şikayət eləmə. Mənim də bacardığım bu oldu. Mənim bir daha deyirəm, ürəyi yaralı anam var, onu bu gecə dəvət eləyəcəm. Deyir ki, kimsə bağışlanmadısa, axır fürsətdir, bu gecə, bayram gecəsi. Bilmirəm, mən bu gecəyə qalanlardanam, amma ilahi sənə vasitə gətirmişəm Həzrət Zəhranı, sən onun sözündən çıxmazsan. Ana, xahiş edirəm, o gözəl əlləri qaldır, Allahdan istə, Allah bizim günahlarımızı bağışlasın.